Axı indi mən... Səbr elə bala, səbr elə. Görünür, qismətimiz buymuş. Bəs mən uşaqlara nə cavab verim ama? Uşaqlara nə deyəcəksən? Məyər bu iş tək bizim başımıza gəlir? Qızım, nə qədər ki subay yoxdur, gözümüz yolda, kulağımız səsdə olacaq. Subay gələcək ümidiylə yaşayacağız bala. Ağlayıb qısqamaqla iş düzəlməz. Sən çalış, uşaqlara təsdiqlik götürəlim. Gəlmişsən ana? Nə yaxşı? Subayda xəbəri öyrənə bildiniz? Kərim deyir, şirqatda orada qaldı. Onun da başı xarab oldu. O subaydan dəst götürmədi. Öz işimlə məşğul oldu. Əlbəttə, nəyimə lazımdır ki? Səninlə söhbətim var. Eşidirəm səni. Ana, belə olmaz. Sən həmişə mənimlə əsəbi danışırsan. Danışdıqların həmişə cəhvəngiyyətdir. Ona görə də səninlə danışanda mən əsəbləşirəm. Çox nahaq. Subayla Şirdadı müharibəyə getməsində mən gəlsənəm. Rabaq, uşaqların adını çəkmə. Sən onlara layiq deyilsən. Axı niyə? Həmişə işliyin çəkdiyin zəhrimara görə. Hamını əsəbləşdirirsən. Heç kəsi saymırsan sən. Qurban olum şəkər, başa dönün qardaş. Hatta o içdiyin çəkdiyin zəhrimarı. Onların ləzzətini sən hardan biləcəksən ki? Ay yazıq! Bərəkallah oğul! Ana, uzun sözün qısası. Mən evlənmək istəyirəm, bəs tamam. Gecə bıçaq mı? Həyətimizdən zurna qaval səsi eşidirsin. Mən də əl qolumu açım, sındıra oynayım. Evdə yolsun mənim tamaşa. Tamam, boş danışmayın. O necə danışırdı şəkər? Ondan elə danışmağa sənə heç ixtiyar verməyib. Özünü yığışdır. Soğul sənin ərkiz. Təzə dilotursa. Canın ki kəsərəm ha dilini. Sənin ərgin müharibə getməsinin mənə nə dəxli var? Şu baylıq burada nə var? Deyirəm ananı təhqir eləmədim. Yox, eşki. Mənim adı verənmə baxayım. Sizin acığınıza ölsəniz də, qalsanız da evlənəcəm. Özün də hazırlaş. Sabahdan elçiliyə gedəcəksən. Əvvəla mənim elçi getməyə heç taqətim yox. İkincisi, səni tanıyan, sənə qız verirlər. Fətullahın qızı Yalqızın elçiliyinə gedəcəksən. Sən Yalqızı elə yaxşı tanımırsan. Yalqız el adəti ilə üç dəfə əldə olur. Lap yaxşı tanıyıram. Özü ilə də danışmışam, hər şeyə razıdır. Görürsən. O ki qaldı üç dəfərdə olmaqla, lap yaxşı, elə yaxşıdır da. Niyə? Ne deyəm, niyə? Əziyyətsiz olar. Şeysən də. Görürsən də nədir? Şəkər bir gölgesiz. Arı namusu itib yoxa çıxıyor. Niyə? Ayım alsın. Ay ahirət. İndi evlənmək istəyirəm dediyim üçün məni danacaqdır, hə? Kəs səsini alacaq. Südüm sənə haram olsun. Ana, sənin başın xarab olub. Əgər belə olmasaydı, mənim ərqizin ayağına verməzdin. Ayıbdır şəkər. Mən sənə deyirəm, sənin ərini gülləliyetməz. Laf qayıdıb gəlsə də ondan sənə ər olmayacaq. Axı sözün nədir? Sözümün canı budur ki, sən mənim evlənməyimə pəl vurma. Özün gözəl verirsən ki, mən evlənib bu evə gəlin gətirsəm, sən uşaqlarını da götürüb dədənin xarabasına gedəcəksən. Hey, mən atam evindən uşaq gətirməmişəm, atam evinə aparım. Bu ev anamındır, anamdan sonra evdir, şu bayımdır. Sən anamın dərdini çəkmə. Sözümü kəsmə, şəkər. Anayından sonra ev şu bayımdır, şu bay da vətənin müdafiəsindədir. Əgər mən uşaqlarımı götürüb getsəm, anam buna dözməz, bağrı çatlar. Heç bunu mənə şu bay da bağışlamaz. Nə qədər ki mən varam, sən anamın dərdini çəkmə. Sənə bir həftə vaxt verirəm. Uşaqlarını da götür, bu evdən çıxar. Mənim meydim bu evdən çıxacaq, şəkər. Mən ölənə də şu bayı burada, bu evdə gözləyəcəm.
Qulağına yaşı-yaşı eşir. Mən sözümü dedim. Özün bilərsən. Ana, qurban olmayana, bağışla məni, qurban olmayana, bağışla. Dayı. İşte her işler yolunu görür. Selamünaleyküm. Ay hoş Biz gelmişsiniz. Şirzat'la bir dəstədənik. Ay Şirzada da kurban olum size de. Gelin keçin içeri. Nergiz uşaqlar yol gelirler. Çaydan çöreyden hazır uşaqlar için. Gelin keçin eyleş olur eyleş. Keçin. Otur. Eyleş. Heh. Şirzat'tan ne kadar? Bilirsiniz. He. Ne oldu? 3 gün bundan əvvəl söhbətidir. Sübh tezdən düşmən gözlənilmədən qızıl hücuma keçdi. Hər iki tərəfdən böyük itki oldu. Deyirsən, Şirzat düşmən gülləsinə tuş gəldi. Bəs nə oldu? Danış bala, çəkinmə. Şirzat gözlənilmədən səngərdən çıxdı. Əlində qumbara düşmənin tankları üstünə atıldı. Tank bir göz qırpımında çevrildi. Sonra nə oldu? Atdığı qumbaranın qəlpələrini, Şirzadın özünü. Şirzat, mənim balam öldü. Qəbri haqqa. Onu Ucadağın böyük zirvəsində dəfn etdik. Getsək taparıq. Yox ana, Niyə bala? çünki keçən axşam həmin yerlər də işğal olundu. Bəlkə. Şirzadın üzəri, Şubayın özü. Kaş mən ölüm, görmüyordum bu günləri. Allah, Allah. Hardasan Şubay? Hardasan? Sen vardın Şubay. Elə bilirdin məndən qüdrətli, məndən xoşbəxt adam yoxdur. Sən nur idin, işıq idin gözlərimə Şubay. Hər şey sənin gözlərinlə, sənin arzunla, sənin amalınla baxırdım əzizim. Yadındamı? Bir bədəndə iki arzu, iki istəydik. Sən cəbhəyə gedəndən sonra elə bil ürəyim qırıldı Şubay. Üstümə dağ çöktü. Təsəvvür eləyirsən məni. Balalarının həsrətli, nəmli gözlərinə baxa bilmirəm Şubay. Sarsılıram. Damarımda qanım donur Şubay. Elə
bilirəm ev divarlar üstüme gelir. Ağlamaktan başka çıkış yolu tapa bilmirəm Şubay. Həsrətəm o günlərə əzizim, həsrətəm. İndi o xoşbəxt, saadətli anları yuxularımda görürəm. Xəyalımda yaşayıram əzizim. Bilirsənmi, sevən kəsin Allah canında olar. Sən də mənim ruhumdasan, mənimləsən Şubay. Hara gedirəmsə səni görürəm, səsini eşidirəm əzizim. Deyirlər ruh əzab çəkər, ancaq ölməz. Cismin yoxsa da ruhum mənimlədir Şubay. İndi mən sənin təmiz hisslərinlə, pak duyğularınla, ülvi məhəbbətinlə yaşayıram Şubay. Qonşu Həlimənin oğlu deyirlər, harbədə həlak oldu. Dedim, mən də başsağlığı verim. Tez gələcək. Ged ana. Heyf ölənlərdə. Yazıqlar nə gün gördülər bu dünyada. Yazık abi. Hiç özünde sözünde değil. Vah ne güzel candı məyət Sərdi rəvandı Ay qızı özüm amandı Məni başa dumandı La 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 ra ra ram Nərgiz Uşaqlara mı? Uşaqlar atam gildədir. Anam da Həlimə xala gilə gedir. Əyləş. Açsız olarsan, çay çörək getir. Sən də. Nərgiz Özündən xəbərim var Hə? Necə bey? Yamanca axır vaxtlar belə gözəlləşmişsən. Paltar sənə yaman yaraşır. Ağlını başına yığ şəkər. Qardaşını, onun balalarını yadından çatma. Bir də mənə belə şit-şit. Şit-şit niyə? Laf doğru sözümdür. Neyniyim ki, səni görəndə halım bitər olur. Qələt edir sənin halın. Ağlını başına yığ şəkər. Nərgiz, sən cavan dul qadınsan. Bugün sabah gedib özünə başqasını tapacaqsan. Mən razı ola bilmərəm ki, mənim qardaşımın arvadı Yaxın gəlmə şəkər. pis yollara düşsün. Yaxın gəlmə. Mən sözümü sənə deyirəm, özünün orada Alçaq çəkmə. bey, namus qardaşlarım. Sənə deyirəm, bura gəl, özünün orada çəkmə. Yaxın gəlmə. Yaxın gəlmə şəkər. Alçaq bey, namus. Qardaşlarını da
Ana. Sen neydin ana? Ana derdini bilmiyor. Kardeş derdini bilmiyor. Senin de derdini bilebilmez. Kurban olum ayağına. Öldürme ayağına. Bütün bunların günahı bende dayana. Eğer vaktinde balalarımı götürüp gitseydim bu hadise baş vermezdi. Öldürme ayağına kurban olum öldür. Ölen şeker, öldüren melek. Sen de şahit. Yok, sen şahit değilsin. Sen hiç ne görmezsin. Bu ne beladı biz düştü ya Allah. Bakın niye böyle oldu? Oğlun cahanı, kızın sevdanı, erin subayı. Cezanı men çekmeyeceğim, cinayeti men edeceğim. Kızım, temiz azmı leyakatini koru. Koyma evini karavanla çevirsin. Kurban olum ayağına öldür beni. Öldür ayağına öldür. Kaldır! Bestir! Eşçoğuna hemşirenlem ki bu yaşta oğul katil oldum. Öz ellerimle oğlumun katil oldum. Ellerim balamın kalına bastı. Öyle yapsan bize Səmədzade. Deyin görək hadisə necə baş verdi? Heyette yer yığış yerindeyim. Heyetimizde iri bir tut ağacı var. Hemin o tüfeği de o tut ağacından asılmıştı. Götürdüm ki temizleyeyim, hiç özüm de bilmedim nece oldu. Elim ilişti çakmak taşına, gülle açıldı. Bir göz kırpımında oğul katili oldu. Şahid var. Ne şahit ağabalı? Ay müstənd, ne şahit? Evimdece öz doğmaca balamı qətlə yedirdim. Bunu kim görə bilər? Yaxşı. Deyin görək hadisə baş verən zaman gəlininiz, nəvələriniz haradaydı? Ne? Gəlinin, nəvələrin haradaydı? Gelin, gelin uşaqlara aparmıştı. Anası gilə, özü də hardasa oldu içeride iş görürsün. Deməli şahid yox. Yok! Müstəhil. Özünüzü müdafiə üçün vəkil tutmaq istəyirsinizmi? Ne vekil? Cani doğma anadır. Öldürülen oğul. Günahımı da boynuma alır. Hürmeti hakim. Siz nece fikirləşirsiniz?
Oğul katili olmak, azadlıktan məhrum olmaktan daha ağır ceza değildir. Protokolda gösterilip ki şahit yok. Yok. Ancak mən elə gəlir ki, gəliniz Nərgiz Əryamanı eşitsək pis olmaz. Hə? Ben evde yer yığış ediyordum. Birden güllə səsi eşidib eyvana çıxdı. Gördüm, anam mənim Səməd Zadənin əlində ov tüfəngi bağın ortasında dayandı. Şəkildə yıkılıb onun ayaqları altında, qan içində. Başka bir əlavəniz var. Prokurorluğun qərardadını oxumaq üçün söz Kiçik Ədliyyə Müşaviri Qürbət Həsənliyə verilir. Doğma oğlu Şəkər Şadmanoğlu Səmədzadəni ov tüfəngi ilə qəsdən qətlə yetirmədiyinə görə Mələk Əfqan qızı Səmədzadə 8 il müddətinə azadlıqdan məhrum edilsin. Müttəhimə son söz verir. Mən bədbaxt bir qadınam. Yemədim, içmədim. Yetimçiliklə 3 oğul böyüdüm. Ərsinə çatdırdım. Hardan əsdiyi bəlli olmayan qara yerlər əsdi. Tufan qopdu. Böyük oğlum Şubayı əsirli girdabına saldı. Hələ barmağına üzük taxa bilmədiyim şirzadımı əlindən verdi. Düşmən tankına atdığı qumbaranın qəlpələri mənim şirzadımın özünü parçaladı. Qara torpaq, əjdaha kimi ağzını açdı, bir göz qırpımında mənim balamı utdu. Hələ bunlar azmış gibi şəkəri də öz əllərimlə qətlə yetirdim. İndi cənab prokuror mənə azadlıqdan məhrum olma ittihamını oxudur. Hörmətli hakim, bəlkə siz özünüzdə bir güç tapasınız. Mənə ölüm cezası verəsiniz, ölüm canım tatsın bu əzab əziyyətdən, bu istirafdan, ölüm bilirəm, gözümdə də o tutub yanacağım ruh, bilirəm. Məhkəmə məsləhət edir.
Xanımlar ve cənablar, kanunda təsbit edildiği kimi cinayətkar kimliyindən və törətdiyi cəzanın xarakterindən, dərəcəsindən asılı olmayaraq cəzalanmalıdır. Ancaq onu da qeyd edək ki, qanunlarımızda hələ də boşluqlar var. Bir dəqiqəli fikirləşin. Ana bilmədən, təsadüfən əlində açılan tüfənglə öz oğlunu doğma babasını qətl edir. Biz ona ürək vermək, halına yanmaq əvəzinə ona qarşı ittiham edək. Bir söz soruşur. Övlada anadan yaxın kim ola bilər? Əlbəttə ki. Ana onsuz da ömür boyu o tutacaq, aşacaq, yanacaq. Amma biz ise üstəlik ananı cəzalandırır. Necə deyirsiniz? Bu ədalətdir. Bu haqdır. Bu humanizmdir. Məsələ isə onda bu tür kanunlar kimə gəlir? Kanun nizam tərəzisinə ən bəşəri duyğular. Humanizm prinsipləri qoyulmalı və bu mövqeydən də qərar çıxarılmalı. Ona görə də müttəhim Mələk Əfqan qızı Səmədzadənin böyük oğlunun əsirlikdə olmasını, kiçik oğlunun şəhid olmasını, 2 az yaşlı nəvəsinin başsız qalmasını, özünün el-oba içərisindəki nüfuzunu nəzərə alaraq məhkəmə qərar alır. Mələk Əfqan qızı Səmədzadə bilməyərəkdən əlində asılan tüfənglə öz oğlunu qətlə yetirdiyinə görə onun təqsirləri bağışlanılsın və elə məhkəmə zalından da azad edilsin. Hökm qətidir, heç bir şikayət qəbul olunur. İçeriden gelen üşütme, ölümden haber. Nergis, baba, İştiramam. bu dünyada ben gördüğümü gördüm. Kulak attım, vesiyetler. İşte subay gelse, kayıtsa, ona şeker barede, mahkemede edilerden atılır. İmreten desen, yaşamalar ümidi iter, ümitsiz yaşamak ister. İstirabdır, felaketlidir. Bu sizi gerçekten Allah yalan dünya, yaman